Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Röya Ayxan 2 gün əvvəl baş tutan möhtəşəm konsertində Günahkar Kimdir adlı yeni mahnısını ilk dəfə ekskluziv olaraq səhnədə ifa edib. Mahnının sözləri Həmid Məmmədliyə, musiqisi isə ifaçının qardaşı İsmail Nəcəfzadəyə məxsusdur. İsmail Nəcəfzadə bu bəstəni Röya Ayxana 25 illik səhnə fəaliyyətinə xüsusi hədiyyə olaraq ərsəyə gətirib. Artıq Günahkar Kimdir mahnısı ifaçının rəsmi YouTube kanalında dinləyicilərin ixtiyarına verilib. Cümə axşamı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan İslam Rızayevlə iyunun 20-sində həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb. Xəbər verilir ki, İslam Rızayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. İki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər. Məlumata görə bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. İslam Rızayevlə Musa Şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. Şərikli təsərrüfatda 15.000 başdan çox xırdaboynuzlu heyvan olduğu deyilir. Məlumatlarda o da qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında Qaxda, payız-qış mövsümündə isə Balakəndə bəslənilir. Təsərrüfat sahibləri Balakəndən qışlaq, Qaxdan yayla kimi istifadə edirdilər.